Hər kəsə salam. Mənim adım Səadətdir və mənim vlog kanalıma xoş gəlmisiniz. Gəlin bir yandan kargo açılımı edərkən bir yandan da söhbət edək və tanış olaq. Mənim 24 yaşım var və 1 yaşında da oğlum var. 13-14 yaşından mən vloqlar izləməyi sevirdim. Təbii ki, o zamanlar Azərbaycanda hələ ki vloq çəkənlər yox idi və mən adətən xaricilərin, türklərin vloqlarını izləyirdim. Onlardan bir çox şey öyrənirdim və belə zamanla özümdə də bu həvəs yarandı və istədim ki, öz bildiklərimi də, gündəlik həyatda etdiyim pratik üsulları da, övladımın qidalanması və s. kimi məlumatları mən də izləyicilərimlə bölüşüm. Bəlkə beləliklə mənim də kiməsə faydam dəyər. Burada göstərdiyim orqanik keçi boynuzu və orqanik tahini səhərlər Raulun səhər yeməklərinə əlavə edirəm və həm beyninə, həm də orqanizminə çox faydası olur. Və qaldığımız yerdən davam edək. Mən Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsini bitirmişəm. Rus bölməsində oxumuşam. Ona görə bəzən oğlumla rusca danışdığıma fikir verə bilərsiniz. Mən oğluma hər iki dili eyni anda öyrətmək qərarına gəldim. Yəni 3 yaşına qədər həm rus dilini, həm Azərbaycan dilini bir-birinə qataraq danışa bilər. Amma zamanla bu düzələcək. Və ya başqa üsul da var ki, 3 yaşına kimi sırf ana dilini, 3 yaşından sonra isə əlavə dil öyrətməyə başlaya bilərsiniz. Mənim fikrimcə amma ona görə əlavə zaman ayırmalısınız və ya hazırlığa göndərməlisiniz. Bu üsulla isə düşündüm ki, eyni anda hər iki dildə 3 yaşına qədər öyrənmiş olar. Və burada isə nəhayət həftələrlə gözlədiyim yolkamın açılışını edirəm, amma gözlədiyimə dəymədi, çünki əsla sifariş verdiyim kimi gəlməmişdi. Əslində şəkildə göstərdiyim bir şam ağacı gözləyirdim, amma belə bir şey gəldi. İlk quranda xoşuma gəlməmişdi, amma sonra səliqə ilə qurmağa başladıqca gördüm ki, əslində şirin görünür. Həm də bu il belə şam ağacları trenddir. Ona görə də geri qaytarmamaq qərarına gəldim. Həm də bu il bununla kifayətlənək, çünki körpəm də hələ anlamır o qədər də. Gələn il isə inşallah ürəyimcə olanını alaram deyə düşündüm. Hə, qoy. Молодец. Na. On qoy, na. Oy, молодец, na. Na bax. Bugünün menüsündə mərci supu var. Çünki ən tez hazırlaya biləcəyim hal-hazırda bu oldu. Yəni bu ağlıma gəldi. Bir də burada belə soğancasını hazırlamışam. Bugün işlərimiz çoxdur. Raulun həm bərbəri var, həm də fotosesiyaya gedəcək. Ona görə yeməyini indidən hazırlayıram ki, axşam əgər ac qalsaq, evdə yeməyə bir şey olsun. Düşündüm ki, getmişkən elə bir dəfəlik həm ad günü çəkilişini eləyərik, həm də yeni il çəkilişini eləyərik. Ailəvi də bir iki dənə şəklimiz olacaq. İstəmir. Saçı düz olsun. Və gəldi Raulun ilk saç düzümünü eləmək üçün Barbaresoya. Bundan əvvəl əslində mən bir dəfə Raulu keçəl eləmişdim. Evdə özüm eləmişdim, hətta 5 ay idi. Oturmuşdu lijankasında, elə orada sakit elədim. Heç səs də çıxmadı, amma bu səfər başqa bir yerdə olduğu üçün və saçına başqa biri toxunduğu üçün ekstra narahatçılıq keçirmişdi. Axırda da yoruldu və yatdı. Bu arada da biz biraz atışdırdıq və əlbəttə ki, Raul üçün də belə bir oyuncaqlı menyu zakaz elədik. Amma əlbəttə ki, menyunu Raul yox, özümüz yedik. Ona isə sadəcə oyuncağı qalır. Burada isə Raul əsla
dinc qalmırdı, çox narahat idi. Kameranı görəndə həyəcan keçirirdi, ağlamağa başlayırdı. Yəni şəkilləri güclə, bala ilə çəkdik. Heç üzünün güldüyü bir şəkil tuta bilmədik. Amma Raulun bu kaprizlərinə baxmayaraq, sağ olsun fotoqraf çox gözəl şəkillər çıxardı. Raul isə yeni il dekorunu o qədər bəyənmişdi ki, dedi mən 1 saat burada yatacağım. Bu artıq növbəti günün axşamıdır və istəyirəm ki, yemək bişirə-bişirə söhbətimizə qaldığımız yerdən davam edək. Mənim tələbəlik illərim karantin zamanlarına düşdüyü üçün universitetə çox gedə bilmədik. Yəni 1-ci kurs və 2-ci kursun yarısına qədər getdik. Daha sonra karantin düşdü və 3-cü kursun sonları 4-cü kurs birdə getdik. Ona görə də o arada qalan ərəfədə boş zamanımı dəyərləndirmək istədim və işləməyə başladım. Bir şirniyyat mağazasında satıcı olaraq işə başladım. Və yaxşı ki də o vəzifədən başladım. Çünki düşündüm ki, həm insanlarla əlaqədə olaram, həm böyük bir kollektivdə işləməyin necə bir şey olduğunu öyrənərəm və elə həyat yoldaşımla da məhz orada tanış oldum. Əgər istəsəniz, sizə maraqlı gələrsə, növbəti vloqda da bununla bağlı bir şeylər danışa bilərəm sizə. Və onu demək istəyirəm ki, işlədiyim zamanda bir yandan da universitetdə onlayn dərslər keçirildiyi üçün oxuyurduq və imtahanlardan da yüksək nəticələr yığdığım üçün stipendiya alırdım. Həm də bir yandan universitet mənə yardım göstərirdi. Yəni anasını və atasını itirmiş uşaqlara həm pulsuz təhsil verirdilər, həm də stipendiya. Və mənim də qiymətlərim yüksək olduğu üçün, A aldığım üçün hər fəndən əlaçı olmuşdum və bu yardım 3 qat olmuşdu. Yəni əgər stipendiyam 150 manat idisə, mən əlaçı olduğum üçün 450 manat alırdım. Bir yandan da maaş alırdım. Yəni həyatımın ən verimli dönəmləri olduğunu deyə bilərəm. O ərəfədə də zaten nişanlı vaxtıma düşdü və stipendiyamla demək olar ki, bütün qab-qacaq cehizlərimi ən belə arzuladığım kimi ala bildim. Sizinlə danışa-danışa yeməyimi bişirdim, hətta keçdim qonaq otağını dekor eləməyə. Bu peluş yastığı və bandik formasındakı yastığı isə Instagramda İncə Elmələr səhifəsindən əldə eləmişəm. Əgər sizə də maraqlı gələrsə, linkini aşağıda yerləşdirəcəm. Oradan keçib əl işlərinə baxa bilərsiniz. Bu da şam ağacımızın son halı. Altına heç nə düzməyəcəm, çünki Raulun diqqətini çəkəcək və gəlib dağıdacaq. Əlbəttə ki, hələ bu tam deyil. Əlavə yenə zamanla alacağım. Budaqlar, oyuncaqlar falan daha da qəşəng bəzəyəcəm. Bunu da hələlik qaytarmamaq qərarına gəldim. Bu il bununla idarə eləyərik. Zaten Raul balacadır, başa düşmür. Böyüyünü alsaq sındıra bilər, dağıda bilər, aşırda bilər. Ona görə bu il bununla idarə edək. Gələn il Allah qoysa, inşallah ki, istədiyimiz kimi bir şey alarıq. Bu mənzərə məni məndən alır. Çox gözəl görünür. Masanı da hələlik belə bəzədim. Bu arada yeni il şokoladlarım özüm hazırlamışam. Bunun da videosu shortslarda var. Girib əgər istəsəz oradan baxa bilərsiniz necə hazırlandığını. Bu işıqları da Temudan zakaz eləmişdim. Bundan da razıyam. Sadəcə olaraq uzunluğu bilmirəm, deyəsən 2 metrə seçmişdim. 3-ün 2-yə səhv eləmirəmsə, amma balaca gəldi. Məncə 3-ün 3-ə tam olar. Yəni əgər sifariş eləmək istəsəz, dəqiq ölçün ki, ürəyinizcə olsun. İnşallah ildən ilə daha da gözəl bəzəyərəm evimi. Çünki hər şey birdən-birə olmur. Həm də zamanla eləmək, zəhmətlə eləmək daha gözəldir. Nəinki hamısını bir anda əldə eləyəsən. Ona görə də inşallah ki, üzümüzə gələn il hər birimizin evinə, ailəsinə ruzi bərəkət gətirsin. Hər birimizin evindən ancaq sevinç səsləri gəlsin.
və hal-hazırda saat 1-in yarısıdır gecə və mən ad gününə gələcək balaca uşaqlara kiçik bir şirinlik hazırlamaq istəyirəm ki, onlara da maraqlı olsun. Bir də belə Raulun şəkillərini print elədim. İndi onu da, onlar da hamısını kəsəcəm və konfetləri bağlayanda yapışdıracağım üstünə. Sabah xeyir, sabah xeyir. Ad günün mübarək. Ad günün mübarək. Sən bugün bir yaşın olur, Raul. Növbəti gündən salamlar. Bugün artıq Raulun ad günü gəldi, çatdı. Şükür Allaha. Raula bu kostyumunu geyindirəcəm. Rubaşkanı da indidən içinə keçirtdim. Baxın, qolunu da buradan çıxartdım. Çünki ayrı-ayrı geyindirəndə narahat olur. Ona görə birbaşa ikisini də birdən keçirdəcəm üstünə. Amma rubaşka çox nazikdir. Yəni nə qədər axtardım, qalın rubaşka tapa bilmədim. Bu da zaten dəstin içindədir. Bir də belə də şalvarı var. İndi ümumilikdə əynində də görəcəksiniz onsuz da. Bu nazikdir deyə bunun altına mən xalamdan xahiş elədim. Raula belə bir body aldı, gətirdi. Bu yaxşıdır ki, həm boyuna da bağlı qalar. Yəni düz ağ bodysi yox idi də, uzun qol. Bunu geyindirəcəm. Bunun altından isə sadə mayka geyindirəcəm. Bir də bunu və bunu ehtiyat üçün götürdüm ki, birdən pampersi sızdırsa dəyişməyə nəyimizsə olsun və ehtiyat üçün bir dənə də qalın kalkotka götürdüm. Və kostyumun altından bu kalkotkanı geyindirəcəm və soyuq olarsa da corabların bir də ki, ağ keta geyinəcək. İndi bu ehtiyatda olan əşyalarımızı bura yığacağım. Bir də Raul üçün yemək, peçenya, meyvə, belə şeylər götürəcəm. Çünki bir yaşı olsa da yenə də ehtiyat edirəm. Kənar yerdəki yeməkləri verməməyə üstünlük göstərirəm. Yəni baxmayın, Şadlıq Sarayıdır, restorandır. Ona görə hər ehtimal nəzərə almışam. İndidən yeməyini də hazırlamışam. Və ayaqqabıları da bunlardır. Çox şirin görünürlər əynimdə. Nəysə, bunu da qoyum. Hə, bir də sizə göstərməyi unutdum. Raulun bir dənə də belə dəyişik kostyumu var idi. Bunun içində şalvar da var. Bunu da hər ehtimal götürürəm ki, yəni pampersə sızdırıb eləsə, o kostyumun əvəzinə bunu geyindirərəm. Həm beləliklə dəyişik olar, bunda geyinmiş olar. Arada bu yaxınlarda Raul burnu axırdı. Bundan istifadə elədim. Elə bircə dəfə istifadə elədim. Bəs elədi də, yəni burnu təmizləndi, daha da axmadı.
Bu 1 yaşdan yuxarı nəzərdə tutulub. Düzdür, bunu həkim məsləhətsiz almışdım, amma araşdırdığım, bildiyim bir şeydir. Yəni zərəri ən az olandı. Ona görə əvvəlcə özüm burnuna yağ qoyurdum. Gördüm ki, yox, yağ artıq o qədər də təsir eləmir. Yəni körpə vaxtı Raulun burnuna heç vaxt dərman, heç nə salmamışam da, sadəcə yağ qoymuşam və burnu onunla da təmizlənib. Amma indiki burun axmasına yağ təsir eləmədi. Ona görə yoldaşıma dedim, getdi bunu aldı. Bunu bir dəfə fıskırtdım gecə yatmazdan əvvəl. Səhərsi gün də artıq burnu axmadı, şükür Allaha. Çox şükür ki, qızdırması da qalxmadı. Yəni bu vaxta kimi Raulun heç qızdırması, nasazlığı olmayıb. Ona görə ad günü ərəfəsində də düşməyini heç arzulamırdım. Şükür Allaha ki, də olmadı. Burada isə Raulun supudur. Səhər tez bazar qiymənlə kökü qovurdum. Üstünə də darı əlavə elədim. Bir də belə bir şam aldım tortumuza, bir rəqəmi və belə fişənglər. Deyilənə görə bunlar daha zərif fişənglərdir. Ona görə bunu götürdük. Peçenyasını götürdüm, püresini götürdüm, yoğurtu, bananı, yeməyini bu qaba tökəcəm, suyunu götürəcəyik və salfetkası. Başqa da bilmirəm, nəyi unutmuşam. Bu arada dekor götürmədi. Onun əvəzinə şarlar aldım. Restoranda hazır olanda sizə göstərəcəm. Dekor çox baha başa gəlirdi. Yəni 50-60 manata dekor heç tapmaq olmurdu. Mənim bəyəndiklərim də 100 manatdan aşağı deyildi. Və əlim də gəlmirdi, nə yalan deyim, 100 manat dekora verməyə. Çünki zaten elə böyük bir tədbir də deyil. Maksimum 30 nəfər olacaq. Ona görə də düşündüm ki, şarlar alsam. Həm zaten Raul da anlamır. Bugün kimin ad günüdür? Bugün kimin ad günüsüdür? Balacalar olsun. Alnını da 2 dəqiqə atası ilə tək qoydum. O arada nə eləyibsə eləyib də yəni. Bu nə bitdi? Sən bu alınla gedəcəksən cəmaatın qabağına. Hə? Hə? Mən cavab qaytarmayırsan. Balaca civciv. Mən artıq hazırlanmağa başlayıram. Bu arada kipriklərimə bu tuju istifadə edirəm. Özəl günlərdə çox uzun eləyir. Üstəlik də çox münasib qiymətlidir. 6 manat ya 6 manat 50 qəpik belə almışdım. Burada da Rauldur. Hələ ki əvvəlcə özüm hazırlanacağım, sonra da onu geyindirəcəm. Makyajım bitdikdən sonra da son olaraq bu makyaj sabitləyici ilə üstündən keçəcəm. Bu da həqiqətən çox gözəldir. Saatlarla makyajım axmır bunu vuranda. Yaxşı qalsın. Ya özün sən. Yalan deyirəm. Bilmirsən? Sən nə mi deyirəm? Yalan deyirəm mən sənə. Hə qızlar, gəldik vlogun sonuna və burada da demək istəyirəm ki, əgər bu videonu bəyəndinizsə, bəyənməyi unutmayın. Kanalıma abunə deyilsinizsə, mütləq abunə olun və rəylərinizlə dəstəkləməyi unutmayın.